araq rasiski idi. Amma ondan bir il keçmir insanlar boşanırlar. Fərqi nə idi bu araq rasiski idi, yoxsa padvalda doldurulma saxtaydı? İnsanlar niyə imkandan artıq toy eləyir? Səncə bu şəxsi seçimdir? Aygün Kazımova, xalq artisti, Zülfiyə Xanbabayeva, Mir Yusif, Röya, Eyüp Yaqubov çağırsan, sənin artıq toy büdcənin ancaq musiqi tərəfi 50 mini vurub çıxacaq. Bu 2 il ərzində bu sadaladığın 8 mart, ad günü falandan əlavə, məsələn, Qurban bayramı var bunun, nə bilim, Ramazan bayramı var, ailələr arası gediş-gəliş, bildiyin döndərirlər artıq sən yeyib içməyə də elə bil ki də. Bax səncə bu nişan və xına yaxdı kimi bax bu şeylər, səncə həqiqətən də ənənədir yoxsa artıq kommersiyaya çevrilir? Qıza gələn xonçalar. Bu xonçaların içində şuba istəyirlər, alt paltar dəsti istəyirlər, parfümeriya, kosmetika istəyirlər, qızıl istəyirlər və bu xonçalar artıq 10-12-yə çatanda kreditlərlə üstləşir. Üzəri ilə başının üstündə lopa fırladan oğlan da səndən bir 20-lik, 50-lik istəyir. Toy bir mədəniyyətdir yoxsa biz bunu şişirdirik? Bu gün də bir toy var, getməliyəm Vasimoya propkalardan. Yəni insanlar toya açıqcası bir paz, bir problem, bir məcburiyyət. Səncə biz toy edirik ki, xoşbəxt olaq, yoxsa xoşbəxt görünmək üçün toy edirik? Azərbaycanda qız uşağı doğulur, gəlirlər onun 3 yaşına, 5 yaşına, qohum əqrəbə deyir, hə, inşallah toyunda. Yəni demirlər ki, inşallah bu böyük bir alim olsun, həkim olsun, uğurlu olsun, xoşbəxt olsun, canı sağ olsun. Elə deyirlər toyunda. Hər vaxtınız xeyir olsun əziz tamaşaçılar. Bakı reallığındasınız. Nə yaxşı ki siz varsınız. Çünki bizim etdiyimiz layihələr məhz sizin üçündür və siz də varlığınızı bizə göstərmək üçün bu videoya like qoymağı, komment yazmağı və yoxlayın görün takipsiz yoxsa yox. Biz isə başlayırıq. Görək Cahal bugün bizə hansı mövzu ilə buradadır. Sən subay olduğu deyir, subay desəm olar. Güya sən nəsən ki? Sən subay deyirsən. Deyim. Ona görə danışıb gülürük də. Subayıq da, hə, gözəlik. Subayıq, gülərücük. Və subay olmasaydıq bizim keyfimiz belə olardı. Özü də fikir verin. Azərbaycanda subay olanlar hardasa əyləşəndə telefonun ağzı yuxarı qoyurlar. O ki, azadlığı məhdudlaşdırılmış, evli, gərgin sevgi münasibətində olan kişilər telefonu üzü aşağı qoyurlar. Ona görə biz alnı açıq, başı yuxarı, telefonumuzun da üzü yuxarı söhbətimizi başlayırıq. Buyur. Yəqin artıq izləyicilər təxminən mövzu nə ilə bağlıdır. Bugünkü mövzu istərdim ki, biraz Azərbaycanda olan toy mədəniyyətindən danışaq. Ümumiyyətlə artıq son illərdə toy keçmiş dövrlərdə kimi sadəcə iki ailənin birləşməsi deyil də, daha çox göstəriş xətrinə biraz artıq şou xarakteri alıb. Belə bir sual hazırlamışam ki, ilk giriş sualımızı məhz belə qoyaq ki, dediyim kimi artıq daha çox şou və nümayişə çevrilib. Yəni keçmiş və müasir toylarımız arasında hansı fərqlər var və hansı dəyərlərin itib batmasına məyus olursan? Ümumiyyətlə toy bir mədəniyyətdir yoxsa biz bunu şişirdirik? Toy bir xoş gündür və Azərbaycanda biz evlad olur, artıq qız uşağıdırsa başlayırsan onun cehizini fikirləşməyə. Oğlan uşağıdırsa fikirləşirsən ki, mən bunu evləndirəndə bu harda qalacaq və əslində bu bəsit olaraq artım instinktindən, insanların 7 əsas instinkti var da, təhlükəsizlikdir falan. Bunlardan biri də və bəlkə də birincisi artım instinktidir və artım instinktinin əsasında da bu toy durur və zamanında dəyişiklik bu təbiidir. Yəni, əgər biz mağarada yaşamırıqsa, əgər palatkada toy eləmiriksə, vaxtı ikən də eləmişik və bu da çox gözəl idi, səmimi idi, çünki insanlar özləri idi və müasirləşdirdik, gətirdik, bunu belə bir həddə çatdırdıq ki, bugünkü gün mən dəfələrlə demişəm, deyirəm və deyəcəm, çox xahiş edirəm, məni toylara çağırmayın. Çünki mən getdiyim toylarda zövqdən çox stres yaşayıram. Yeməyəcəyimiz artıq yeməkləri masanın üzərində görərək israfçılıq yaşayırıq. Musiqinin səsi o qədər yüksəkdir ki, sən orada yorulursan və bir müddətdən sonra fayəyə çıxırsan və yaxın adamın toyu olanda fikirləşirsən ki, ayda, vağzalı görəsən neçədə olacaq ki, mən gedim və ondan sonra da mənim 40 üzərində yaşım var. Səsküy məni o qədər yorur ki, mənim bir 2-3 gün bərpa prosesi gəlir. Həm pul tərəfdən ziyan yaşayıram, həm keçirdiyim günə heyfim gəlir.
və nəticədə əgər mən bunu yaşayıramsa və mən tək deyiləmsə, insan nə edir? İş yoldaşlarından oturmusan hansısa bir heyətdə deyir, ayda bu gün də bir toy var, getməliyəm Vasimoya propkalardan. Yəni insanlar toya açıqcası bir paz, bir problem, bir məcburiyyət kimi baxır. Verdiyi pulu çıxartmaq. Və verdiyi pulu da gəlir ki, ora sən bilərsən, o sizin evin yanında şadlıq evi var, orada menyu neçəyədir? Bu da deyir, məncə ora elə də baha deyil, haradasa 100 manatdır. Bu 100 manatlıq toyda bunun gəlinlik paltarı var, maşın var, xonçası var. 100 manatlıq menyu gəlir çıxır 200 manata. Ara yerdə udanan şadlıq evləridir. Uduzan qız oğlan evidir. Hansı ki bu romantikada itirib atırır. İstəklər böyükdür. Hər şeyə görə də pul vermək lazımdır. Qız evi başlayır oğlan evinin üstünə getməyə. Oğlan evi deyir, ala mən bunu bu qədər elədim və sonra nə olacaq? Və artıq ifrat dərəcədəyik. Məncə toy mədəniyyətinə ciddi şəkildə düzəliş etmək dönəminə gəlib çatmışıq. Bundan o tərəfi yoxdur. 20-25 ildir ki, biz bu əziyyəti yaşayırıq toylarımızla. Toy əslində xoşbəxt bir başlanğıc hesab olunur ki, iki ailələr birləşir, məsələn, gənc artıq bir ailə həyatı qurur, yəni ailə institutunun belə deyək də təməli möhkəm olmalıdır. Amma ki, toy necə başlayır elə? İndi bu dəqiqə vurğuladığım məqama deyinək ki, stresslə, borcla, hamı başlayır öz belə deyək. Yəni də hamı öz ayağını yorğanına görə uzatmayaraq daha da artığını eləmək istəyir. Sənin indi bu sual şəklində belə soruşmaq istəyirəm ki, insanlar niyə imkandan artıq toy eləyir? Səncə bu şəxsi seçimdir, yoxsa cəmiyyətə nə deyərlər, nə baxarlar, nə görərlər? Birincisi başlayırıq gəlindən. Gəlin 18, 19, 20, 21, 22, 23, hətta 25 yaşa qədər bir xanımdırsa, o pul qazanmağın əziyyətini bilmir. Məsələn, əgər hansısa bir cavan oğlan mühafizəçi işləyirsə molların birində, onun maaşı 700 manatdır. Və bu nişanlısı bundan 2100 manata Dyson fen istəyirsə, bu ondan tək fen istəmir. Bu bunun 3 ay həyatını istəyir. 3 ay ömründən kəs, ver mənə, mən başımı qurudum və Instagramda göstərim ki, mən Dyson'dan quruduram. 3500'lük telefon istəyirsə, bu bunun 5 ay ömrünü istəyir. 8 ay artıq buradan getdi. Nişanlı dövrdə 8 mart və yeni il hədiyyəsi ilə. Sonra bunun ad günündə də bir dənə qızıl bir qolbaq istəyirsə, Cartier'dən, Van Cleef'dən olmasa belə, bunun da üstünə bu cavan oğlanın bir il yarım, 2 il ömrü getdi. Mən adamlar tanıyıram ki, məsələn, nişan, söz nişan və toya kimi olan müddət hətta uzadırlar ki, əsas da bu xanım tərəfdən ki, pulumuz yox. 2 il ərzində, pulumuz yoxdan əlavə. Bu 2 il ərzində bu sadaladığın 8 mart, ad günü falan əlavə. Məsələn, Qurban bayramı var bunun, nə bilim, Ramazan bayramı var, ailələr arası gediş-gəliş. Bildiyin döndərlər artıq sən nəyə, yeyib içməyə də elə bil ki, bir dənə sözdə yeyib içirlər, nişan bir dənə yer danışırlar, yeyib içirlər. İndi gəl adətlərə, söz deyirsən də, söz həriyə deyirsən də. Toy, bu artıq kulminasiyadır ki, canım qutardı artıq. Artıq bu qızı aldım, gətirdim evə, indən sonra mən deyən olacaq. Yəni bu həddə gəlir. Amma bu həddə qədər qız evinə qarşı oğlan evindən o qədər o xırda nifrət toxumları əkilir. Çünki qız deyir ki, istəyirəm ki, gəlinlik paltarım Swarovski daşları ilə olsun, kiralığı 2000'dir. Tak, bir dənə çat verdi münasibət. Mən istəyirəm ki, maşın Bentley Continental GT olsun, üstdən də belə bəzənməsi olsun, fata olsun, bu da bir 3000. İkinci çat verildi. Artıq toy həddinə çatanda ailələrin içində hələ qohum olmaq ərəfəsinin pikinə çatırlar. Amma artıq müəyyən bir nifrət, qıcıq və narazılıq var. Artıq bu qudalar oyununda da deyirlər, Alafsoya canım qutardı bu quda, bu da. Yəni artıq bu iki nəslin mehribancasına birləşərək yeni sevgi hekayəsinə əsas qoyması deyil. Artıq bir-birlərindən canını qutarmaq ki, mən onları görəndə əsəbləşirəm, onlar gözümə görünməsin. Gəl belə deyək də, toydan qabaq neçə mərhələ var. Birinci başlayır, mən bu adətlərin içində, toy təşkilatçılığında, biznes olaraq, xaricdən müğənni gətirməyimə baxmayaraq mən gördüyüm toylardır. Amma bundan qabaq həri var. Sən subay cavan oğlansan, bir qızdan xoşun gəldi. Deyirsən ki, evdəkiləri sizə göndərmək istəyirəm. Bir dənə simvolik üzüklə, şirniyyatla həriyə bunların evinə göndərməlisən. Bunlar masa açırlar, həri oldu. Ondan sonra xına yaxdıdır, yoxsa nişandır? Nə gəlir ardıcılıqla? Mən də bilmirəm. Bilmirsən, amma ardıcılıq önəmli deyil. Bunların hər biri xarcıdır. Məncə nişandır. Ondan sonra nişan var. Nişanda necədir? Qız evi artıq masaların pulunu verir, oğlan evinə xüsusi sayda bir yer ayırır.
Oğlan cehiz gətirməlidir. Bunu yəni evin daxilində eləyə bilərlər də. Məsələn, mənim Yox, ətrafımda əvvəllər yox, məsələn, mənim ətrafımda həqiqətən hələ də var. Məsələn, cavan ailə quran dostlarım var ki, həqiqətən. Evdə gələn imkan olsun da. Ağıllı insanlar. Alı bir otaqlı xruşçovkada sənin evin içində necə eləyirsən? Yox, inan ki, yəni evləri həqiqətən də belə sənə deyim möhtəşəm bir ev deyil. Sadəcə bir uzun masa açılır, ağsaqqallardır, yəni ki, necə nəslin böyükləridir. Amma sən indi 2 otaqlı evdə də bunu eləyəməzsən də. Yox, niyə? Real deyil də. Qardaşımsan, yox da 2 otaqlı xruşçovkada necə eləyirsən? Bu 2 ailə də əgər və 2 tərəf də, yəni normal başa düşdün, maddi həyata çox da bağlı olmayan, yəni normal həqiqətən bir-birini istəyən adamlardırsa, məncə olur. Yapon minimalizminə gəlib çatdıqda, amma burada nədə qənaət ola bilər? Məsələ, qıza gələn xonçalar. Bu xonçaların içində şuba istəyirlər, alt paltarı dəsti istəyirlər, parfümeriya, kosmetika istəyirlər, qızıl istəyirlər və bu xonçalar artıq 10-12-yə çatanda kreditlərlə üstləşir. Qardaş, bu alverə dönüb də, istehlakçı münasibətidir. Yalnız yəni açıq. Ona görə də bu qıcıqlar artıq bu mərhələlərdə yığıldığına görə baxırsan ki, Azərbaycanda bağlanan nikahların 50%-dan çoxu ilk 1 il ərzində dağılır. Bu hamısı qomeopatik preparatlar var ya, yavaş-yavaş istifadə edirsən, sonra birdən-birə təsir göstərir. Bu xırda qıcıqlar, dedikodular, narazılıqlar ailə hələ yaranmadan artıq bu istəklərlə yaranır. Xına yaxdı, həri, xına yaxdı, nişan, toy. Yəni bu 4 mərhələ neçəyə başa gəlir bugünkü qiymətlərlə və toylarda mən son zamanlar dostlarım artıq evladlarına toy eləyir. Deyirəm, uşaqlar, bahalı toylar etməyin, siz ziyana düşəcəksiniz. Bu pulu gənclərə verin, dünyanı gəzsinlər, öz bizneslərinə qədəm qoysunlar, pulun qazanma çətinliyini bilsinlər. Valideynin əsas məqsədi evladını o olmayandan sonra yaşamağa öyrətməkdir. Yəni sən arvad almırsan, sən toy eləmirsən, sən həyat yoldaşı tapırsan, siz bu həyatı birgə davam etdirəcəksiniz və ilk mərhələdə əgər siz özünüzü yəni bir qarmoniyada hiss etmirsinizsə, bir-birinizi başa düşmürsünüzsə, gələcəkdə sizin bu həyat yolu dediyimiz hekayə çox çətin olacaq. Əslində burada mən biraz günahı yıxmaq istəyirəm, biraz yaşlı nəslin üzərinə. Mən nəyə görə deyirəm? Məsələn, nişan və xına yaxdı bildirəndə ki, məsələn, bunlar olmasa da olar və yaxud da daha biraz belə deyək, bəsit seremoniyalarla bunu yola verək. Bildirirlər ki, yox, bu ənənəmizdir. Bizim adət-ənənəmizdir, dədə-babadan gəlib. Dədə-babada mən inanmırdım ki, indiki qədər bahalı nişanlar və xına yaxdılar olsun, açığı da. Heç toylar İkinci tərəfdən cavanlar da istəyirlər. Cavanlar da istəyirlər. Sual vermək istəyirəm ki, bax səncə bu nişan və xına yaxdı kimi bax bu şeylər, səncə həqiqətən də ənənədir yoxsa artıq konvensiyaya çevrilir? Bilirsən, yenə deyirəm də, cavan qızlar təhsil alırlar, ailənin sevimlisidir. Ata təbii ki, qız evladını qoruyur, yəni və ata üçün də bir məsuliyyətdir ki, mən bunu hansı bir cavan oğlanla öz müstəqil həyatını yaşamağa qoyuram və yəni burada qınamalı adam yoxdur. Sadəcə durum acınacaqlıdır. Burada deyəsən ki, qız evi olmaq daha rahatdır, oğlan evi olmaq rahatdır. Yəni hər ikisinin bir məsuliyyəti var. Əgər oğlanın evi yoxdursa bu problemdir. Əgər oğlanın evi varsa, evin cehizi də qızın üzərindədir. Bu da kifayət qədər o qız evinin mebel kreditinə gəlib çıxır. Bu belə absurd. Yazılmamış qanunlar deyil. Evi yoxdursa ipoteka götürməlidirlər. Bunlar onsuz da kredit götürdülər artıq bu paltar yuyan maşına, qab yuyana, soyuducuya, nə bilim qızıla, toyun keçirilməsinə. Sonra da girirlər ipotekaya ev götürürlər. Bundan sonra hansı xoşbəxtlikdən danışmaq olar? Yəni ayağını yorğanına binəm, uzatmayan gənclər nəticədə ayrılmağa məruz qalırlar. Çünki bu problemləri götürürlər məsuliyyətsizliklə və sonra bunun altından çıxa bilmirlər. Valideynlər də deyirlər, abala, yaxşı, gəl evə, daha özümüz birtər şey eləyərik, əsas uşaq var. Bir də bu sektorda bilirsən, gözünə bilirsən ki, bəlkə də belə bir deyim var ki, deyir Azərbaycanda toy olmasa, yəni dolanışıq olmaz da. Bunun videoqrafı var, bunun nə bilim toydan əvvəl bərbəri var, dekoru var, musiqiçiləri var, falan filan, yəni geniş də kifayət qədər bir dənə şadlıq sarayı var. Bir dənə toydan nə qədər insan belə deyək, öz evinə çörək pulu aparır da. Və səncə müasir toylar, belə müasir toylar haqqında bir sual qeyd etmişəm ki, müasir toylar getdikcə daha bahalı olur. Restoran, dekor, musiqi dediyim kimi. Bu səncə xərclər real ehtiyacdır yoxsa süni yaradılmış bazar? Toy menüsü 50 manat olana qədər toyu eləyib başa-baş çıxanlar və toydan cüzi xeyirlə çıxanların sayı var idi və bu statistikada, yəni
100 manat salınır da bugünkü gün toya ortalama. Əgər adi orta təbəqəni götürsək, 200 manat nadir halda salınır. Yaxın qohum əqrəbə də lap yaxınlar 300-dən 500-dən indi gətirib salırlar, dəstək olurlar. Amma bunun qarşılığında belə sən Çobanzadədə 8-ci kilometrdə ən çox şadlıq evlərinin sıxlaşdığı bir məkana nəzər salsan, toy menyuları artıq 120 manat, 160 manat, 180 manat, 510 manatlıq toylara artıq girmirəm. 510 manata da menyu var. Onu edən insanlar təbii ki, o toyları bir çox halda təmənnasız eləyirlər. Gülüstan var, nə bilim, o digər Elux var. O artıq lüks təbəqədir və orada toy edən adam artıq o istəyir ki, ürəyi istəyən kimi etsin və imkanım var eləyirəm, uşağımdır da, özüm bilərəm. Yəni bu amma onlara baxaraq, onları görərək ki, gəldilər. Gəl bugünkü gün elementar musiqi proqramını saysaq, Aygün Kazımova, xalq artisti, Zülfiyə Xanbabayeva, Mir Yusif, Röya, Eyüp Yaqubov çağırsan, sənin artıq toy büdcənin ancaq musiqi tərəfi 50 mini vurub çıxacaq. Başdan ayağa da əgər sən Abbası çağırsan, Nurini çağırsan, Zamiki çağırsan, yəni bu artıq gəlib çıxır 70 minə. Artıq ondan sonra üstünə bu 100 manatlıq, 150 manatlıq menyunu gəlirsən, maşını gəlirsən, çəkilişi gəlirsən, fotoqrafı gəlirsən, üzəri ilə başının üstündə lopa fırladan oğlan da səndən bir 20-lik, 50-lik istəyir. Və nəticədə bu təbii ki, ancaq biznesdir. Amma Azərbaycanda müstəqillik dövründə yeganə formalaşan biznes sahəsi, yəni nə zavodlar, fabriklər deyil, toy industriyasıdır və burada da razıyam ki, çoxlu sayda insanlar evinə qazanc aparır. Niyə? Çünki toy bəsəbəsi var. Nə deyərlər, nə fikirləşərlər. Buna inanmıram kimsə öz məsələn atıram səviyyəsinə görə və ya öz ürəyi istədiyi üçün eləsin. Bunu bayaq zaten sən bildirdiyin kimi bunu eləyənlər özləri qarşılayırlar və heç bir çağırdığı qonaqlardan pul gözləmirlər. Amma yəni bu nə qədər bu psixologiya ümumiyyətlə doğrudan bu toy bir gündür da, toy bir gündür. Əsas toydan yox, keçmişdə çox şey olmayıb da. Keçmişdə biz 70 il Sovetin əsarətində yaşamışıq. İnsanlar maaşa işləyiblər. Bəsəbəs psixologiyası məncə keçmişdə olmayıb. 90'larda palatka adət-ənənə toyları idi. Sonra 90'ların axırında artıq otellərin içində xalça asılırdı. Pambıqla yazılırdı, xoşbəxt olun. Artıq videokameralar falan. Oradan yavaş-yavaş başladılar artıq türk toylarına baxmağa. Oradan bunu götürdülər, buradan onu götürdülər. Mən indi çox minimalistik, yəni bir adamın, bir ailənin nə qədər yaxın adam olar? 1200 nəfəri şadlıq saraylarımız var. 800 nəfəri şadlıq saraylarımız var. Yəni orada toy eləmək mənə çatmır ki, qonşumdur və ya əskər yoldaşımdır və ya qrup yoldaşımdır, sinif yoldaşımdır, çağırım yaxşı deyil. Elə çağırmasan yaxşıdır. Çünki o adam ora gələndə səni söyə-söyə gəlir. 90% toya gələn adamlar ora gəldiyinə görə peşmandır və gəlmək istəmir. Və söyə-söyə, yəni ürəyində deyir, bu nədir, bu mən hardan yadına saldı, mənə lazım idi, bu məni niyə çağırdı? Və sən bunu bilərək, özündə bunu yaşamısan axı. Yəni səni bu cür kullanıblar, istifadə ediblər, bu toylara gedib mənəvi zorakılıq yaşamısan. Bugünkü gündə öz toyunda sən bunu yaşatdırırsan. Ona görə samballı, hörmətli adam ya imkanı var, təmənnasız ürək istəyən toy eləyir və ya minimalistik 100 nəfər, 150 nəfərlik toy eləyirsən, sonra da gəlib xoşbəxt həyatını yaşayırsan. Toy bir gündür. Əsas toydan sonra yaşamağı bacarmaqdır birgə. Və statistika onu göstərir ki, bəli, biz möhtəşəm toylar eləyirik, toylar müzakirə olunur, nə bilim, mələklər donu daşıyır, sütunsuz zal, masanın üzərində müxtəlif yeməklər, araq rasiski idi. Amma ondan bir il keçmir, insanlar boşanırlar. Fərqi nə idi? Bu araq rasiski idi, yoxsa padvalda doldurulma saxta idi? Fərqi nə idi? Sən oradan mənfəətlə çıxdın, yoxsa ziyana getdin? Əgər sizin bu biabırçılıqdan sonra birgə yaşaya bilmədiniz. Yəni ona görə burada məğz birgə yaşamaq, sayğı, qayğı, bir-birlərini anlamaq və burada yaşlı nəsil artıq o qədər də qərar qəbul eləmir. Yaşlı nəsil o halda qərar qəbul edir ki, pulu var. Çağırır, deyir, bala, mən sənə toyu belə eləyəcəm. O halda ki, yaşlı nəslin pulu yoxdur. Qız da, oğlan da 1500 manata bankda işləyirlər, kredit xəttləri var. Artıq qızın da istəyi var. Gedib görüb ki, iş yoldaşının toyunda nə var idi, onu da deyir, onlarda var idi, bizdə indi olmasın. Mənə nə deyərlər? Çünki dediyim kimi pul qazanmanın, pulun çətinliyini, həyat çətinliyini bilməyən gənclər də burada da bunlar
başlayırlar ki, hamı eləyib biz də eləyək. Yaxşı, bəs bu indi bildirdiyin məsələn minimalist toy modeli də, məsələn sadə, kiçik və ümumiyyətlə toysuz hətta evlilik modeli Azərbaycanda nə qədər realdır və cəmiyyət buna hazırdırmı? İnsanlar niyə fərqli seçim etməkdən çəkinir səncə? Məsələn deyək ki, məsələn toy eləyirsən, 100 nəfərin 100 nəfərinə qədər toy görmüsən, 200 nəfərlik. Mən 10 ilə yaxın Ukraynada yaşamışam. Mən bəzi halda biz restoranda otururduq uşaqlarla və belə oturmuşuq, asudə vaxtımızı keçiririk, nə bilim yemək yeyirik, qalyan çəkirik. O birisi tərəfdə 50 nəfərlik toydur. Güya onlar daha az xoşbəxtdilər. Güya onlar nə bilim daha nədəsə özlərinə yox deyiblər. Yəni toydur da, toydur. Bunlar hətta bir çox Avropa ölkələrində insanlar sadəcə nikah müqaviləsini bağlayırlar, nikahı bağlayırlar və ondan sonra da çıxıb gedirlər dünya səyahətinə. Onlar xoşbəxt deyil. Gedirlər gəzməyə. Güya onlar xoşbəxt deyil. Məncə artıq gənclər öz aralarında razılaşsa ki, biz bu pula gəl dünyanı gəzək, gəl bu pula öz şəxsi biznesimizi açaq ki, nə qədər maaşa qədər işləyəcəyik və gələcəkdə bizim uşağımız da olacaq. Yəni bir-birlərinə mənafe və qabağa düşmək obrazı kimi yox, artıq mənim gələcəkdə ayrılmaz bir hissəm, canlı bir hissəm kimi baxırıq və bundan sonra da bizim həyatımızın ən böyük birgə layihəsi olacaq. Bizim evladlarımız olacaq, biz onlara dayaq olmalıyıq, biz onlara tərbiyə verməliyik, biz onları bu cəmiyyətin bir hissəsi etməliyik. Bunu fikirləşən yoxdur. Fikirləşən var ki, toy harda eləyəcəyik, nə qədər salacaqlar, müğənni kim olacaq. Sonra da deyirlər, bu toy remontdan da dəhşətdir. Yəni insanlar mən toy sahəsində 2000-in əvvəlindən mən xaricdən müğənnilər gətirirəm Azərbaycan toylarına. Yəni təmir eləyəndə necə olur? Fikirləşirsən ki, 5000-lə bu təmiri qutararam, 17000-lə qutaranda deyirsən şükür Allaha təmir qutardı. Toy bundan 5 betərdir. Yəni insan fikirləşir ki, bir 20.000-lə həll eləyərəm. Sonra görür ki, yox, 40.000, artıq borc da var. Nə bilim, o da var, bu da var. Qohumdan qızıl götürür ki, gəl bunu o xonçanın içinə qoyaq, görsünlər. Yəni bu cəmiyyət üçün yaşamaq fəlsəfəsi əslində bu gəncləri bədbaxt edir nəticədə. Onu deyirəm ki, bəs bu minimalist model səncə Azərbaycanda nə vaxtsa real ola bilər? Real ola bilər və var. Hətta və mən mənim çox yaxın dostum Çingiz Mustafayev. Mən bu günə qədər olduğum toylardan bəlkə də ən möhtəşəmini Çingiz Mustafayevin toyunda yaşadım. 80 nəfərlik bir toydu. Quşadasında bizim dostumuz İmranın Kirazlı kəndinin ən yüksək nöqtəsində şəxsi mehmanxanasıdır. Mehmanxana tamamilə toyun qonaqları üçün bağlanıldı. Biz şərq nağıllarındakı kimi 3 gecə 3 gün toy yaşadıq. İnsanlar əvvəlcədən gəldilər İzmirə. Biz bir gün getdik, o Kirazlının məşhur səhər yeməklərini yedik. Artıq qonaqlar bir-biri ilə ünsiyyət qurmağa başladılar. Kimsə Balidən gəlmişdi, kimsə Almaniyadan gəlmişdi, kimsə Londondan gəlmişdi, Azərbaycandan gələnlər, nə bilim Moskvadan Çingizin qohumları. Heyət olaraq bir-birimizə qaynadıq, qarışdıq. Axşamlar xanımlar orada nəsə pişirirlər, biz nerede oynayırıq. Mən o toydan aldığım zövqü deyə bilmərəm ki, yəni dünyanın 50-dən çox ölkəsində olmuşam, 5-dən də çox ölkəsində yaşamışam. Hardasa yaşadım. Çünki o qədər rahat idi, çünki qıraq adam yox idi. Sən kimi də görürdün, bilirdin ki, bu o qədər yaxın adamdır ki, bu gün buradadır. Kimsə o otaqdan çıxır, kimsə bu nömrədə qalır, kimsə baseyndə çimir. Elə bil, bu sırf bir ailə məclisi idi və ora gələn Çingizin yoldaşı Ukraynalıdır da, onlar da bir avtobusla, Ukraynada müharibədir, uçaq yoxdur. Düşünün ki, 20 nəfər toya gələn qız evinin qonaqları, nə bilim, 2 gün yol gəliblər o toya gəlmək üçün. 3 gündə toy yaşadıq. Ondan sonra insanlar ayrılanda elə bil doğmalarından ayrılırdı. O qədər yadda qalan. Bu bir tərəfdən minimalistikdir. Minimalistik onu demirəm ki, hər şeydə qənaət edəsən. Minimalistik o toyda artıq adamların olmamasıdır. Ancaq doğmaların, yaxınların gəlməsidir. Yaxşı, bəs məsələn qarşıdakı 15-20 il ərzində səncə toylar necə bir dəyişmə uğrayacaq? Yəni daha da belə deyək, şah-şahalı olacaq, daha da belə təntənəli mərasimlərə çevriləcək. Sən bayaq dedin o mələklər gəlib uçmaq, nə bilim indi təzə çıxıb məsələn bu saksofon, barabanşiklər falan daha da əlavə məsələn elementlər əlavə olunacaq, daha da bahalaşacaq, yoxsa əksinə köhnə adət ənənələrə burada zövqsüz, səviyyəsiz maksimalizm deyirəm də buna. Yəni əgər o toyun içində bunların hamısı varsa, mən baxıram ki, bunlar necə geri zəkalı olaraq həftə becər eləyiblər də, toy eləməyiblər də. Hətta o toylar var, konsertə bənzəyir. Mən sizə deyim, əgər bir toyda başdan ayağa, bugünkü gün zövqlü, imkanlı insanlar nə edirlər? Bir dənə başdan ayağa müğənni götürürlər,
yaxşı, səviyyəli oxuyanlar da, yəni istənilən öz zövqünə uyğun olaraq və bir dənə də qonaq götürürlər. Mən bu yaxınlarda bir neçə dənə kifayət qədər nüfuzlu, vəzifəli insanların toylarında oldum. Artıq bu idi. Yəni birincisi az sayda qonaq var idi, ağız deyəni qulaq eşidirdi. İkincisi bir dənə başdan ayağa müğənni var idi, bir dənə də yarım saatlıq var idi. O toylar ki, gəlir yarım saat oxudu, yarım saat bu oxudu. Bu baş ağrıdan başqa bir şey deyil. Çünki hər bir müğənninin sound checki olmur. Səs yoxlaması olmur. Elə gəldi, mikrofonu götürdü və bu oxuyan müğənni yarım saatlıq öz proqramından 3 dənə mahnısını oxuyursa, o bilmir ondan qabaq yarım saatlıq gələn nə oxuyubdu. Ona görə elə olur ki, bu yarım saatlıqlar o qədər sıxlaşıb ki, ondan 3-ü gəlib oxuyur. Elimizdə şənliyi var, yığılıblar qonaqlar, sadəcə başqa səslə oxuyur. Bu başqa müğənni oxuyur. Və bu zövqsüzlükdür. Bu o 90'ların əvvəlində Rusiyada yeni oliqarxlar meydana gələndə malina rəngində pəncəklər geyinirdilər. Qızıl trosla belə üstdən asırdılar, göstərməyə ki, mənim pulum var. Bu cür zövqsüzlük mərhələsidir. Amma toylar əvvəlkinə qayıtmağı da düzgün deyil axı. Zaman keçir. Hətta yaslardakı o yemək maksimalizmini bugünkü gün dövlət necə nəzarət edir ki, çay olsun, xurma olsun, maksimum nəsə minimalistik adamın rəhmətə gedəni var. Adam buradan heç bilmir neynəsin, bunu götürmək var. Yəni ailədə faciə baş veribdir. Rəhmətə gedən də bəlkə ondan bir neçə ay qabaq xəstəliyi olubdu. Yəni bu da bir kifayət qədər küllü miqdarda pul tələb edibdi. Bu indi oturub fikirləşməlidir ki, Allah bunun dəfin günü var, 3'ü var, 7'si var, 40'ı var. İndi çox adam 3 ilə 7'ni birləşdirir. Toy mövzusunda biz yasada gəldik. Çünki xeyirlə şər yanaşı gedir də. Yəni bu həyatımızın ayrılmaz bir hissəsidir. Necə toylardan sonra, yəni biz yasaları artıq sadələşdiririk və bəzi bölgələrimizdə deyəsən Şəmkirdə ya Tozda oldu bu ənənə. Mən belə əhsən, yəni alqışlayıram o ailəni. Ailədə itki baş verdi və bu insanlar ehsan eləməkdənsə götürdülər o pulla, ailənin də özünə görə biraz imkanı var idi. Öz kəndlərinin həyətini asfaltladılar. Yəni bu daha çox savabıdır. Və ya o Allah rəhmət eləsin, onun yəni ruhu şad olsun deyə hansısa bir bulağı kənddə bərpa eləyirlər. Bu daha yaxşıdır. İndi toylarda da mən demirəm ki, getsinlər xeyriyyətçilik eləsinlər. Xeyriyyətçilik deməklə olunmur, adamın ürəyindən gəlir. Sadəcə bu gənclərə bir ilkin ailə vəsaiti kimi versinlər. Çünki bu israfçılıqdan başqa bir şey deyil və gördüyümüz bu nəhəng toyların nəticəsində dediyim kimi bu xırda streslər ki olur, toy hazırlığında, nişanda, həridə, nə bilim, toyun özündə, nəticədə də bu boşanmaların səbəbi də budur. Çünki qıcıq artıq ilk mərhələdən başlayır, qız evi, oğlan evi. Bəs onlar nə dedilər, bunlar nə dedilər, bunlar nə istəyirlər, bəs o da olsun, bu da olsun. Nəticədə də bu romantikanı keçiririk sədərək münasibətinə. Sonda belə bir sual çıxır ki, ümumiyyətlə, səncə biz toy edirik ki, xoşbəxt olaq, yoxsa xoşbəxt görünmək üçün toy edirik? Toyu biz eləyirik ki, ərə getmək istəyirik. Yəni qızlar, Azərbaycanda qız uşağı doğulur, gəlirlər onun 3 yaşına, 5 yaşına, qohum əqrəbə deyir, inşallah toyunda. Yəni demirlər ki, inşallah bu böyük bir alim olsun, həkim olsun, uğurlu olsun, xoşbəxt olsun, canı sağ olsun. Elə deyirlər toyunda. Psixoloji olaraq biz düşünürük ki, toy ən vacib gündür. Toy olsa hər şey və bugünkü gün mən öz sinif yoldaşlarım var, tələbə yoldaşlarım var, uşaqlıq dostlarım var. Bəlkə də onların çoxundan rahatam. Yəni bir çox halda oturanda deyirlər, ayda necə sən həyatını necə qurmusan, necə rahatçılıqdır da. Elementar elə telefon üstünü yuxarı qoymaqdan tutmuş. Məsələn bu gün çəkilişimizi edirik. Sabah mən məsələn bir həftəlik Antalyaya gedirəm. Bir aydan sonra hara gedəcəyimi bilmirəm və bu rahatçılığın, zövqün, xoşbəxtliyin içində mən yaşayıramsa, mən evlənəcəyim, ailə quracağım xanımla bugünkü həyatımdan daha da xoşbəxt olmalıyam da. Mən onu paz kimi, problem kimi həyatıma gətirmirəm ki. Və qadını da mən həyatıma gətirmirəm ki, mən onu məhdudlaşdırım. Mən deyim ki, sən evdə otur, bayıra çıxma, mən uşaqlarlanam, az danış, nə bilim, mən getdim istirahətə. Yəni mən hansısa bir xanımı da bədbaxt eləmək üçün də evlənmirəm. Bizim birgə həyatımız subay olduğumuz dövrdən daha yaxşı olacaqsa, bu toy olmalıdır. Amma qızlara ki deyirlər, nə vaxt ərə gedirsən, nə vaxt ərə gedirsən, nə vaxt ərə gedirsən, bu artıq birincisi
bir çox halda sevmədiyi insanla ailə qurmaq məcburiyyətindədir, çünki seçim yoxdur. İkinci halda da deyir, heç olmasa hamı da olub toyda, qoy məndə də bu olsun. Üçüncü tərəfdən də başa düşür ki, bu damma durum oldu, hay-həşir oldu, stres oldu, keçdi. İndi tanımadığım adamla bir ömür yaşamalıyam. Salam əleykum, toydan sonra gəl indi tanış olaq. Nəticədə göz qabağında statistikamız ürək açan deyil. 2025-ci ildə Azərbaycanda 95 min gözəl evladlarımız dünyaya gəlibdir. Bu 91-ci ildən bu tərəfə ən aşağı göstəricidir. Bizdən 4 dəfə, 3,5-4 dəfə çox əhalisi olan Özbəkistanda il ərzində 800 minlə 1 milyon arası yeni uşaqlar dünyaya gəlir. İnsan resursu, demografiya krizisi yoxdur və ən gənc əhalisi olan bir ölkədir. Bu hansı tərəfdən vacibdir? Almaniya iqtisadiyyatında 6 nəfər işləməlidir ki, 1 nəfər təqaüd alsın. Almaniyadakı insanlar artıq bu toy, ailə, bu stereotipdən kənara çıxıblar. Alman statistikasında faciə baş verir. Ona görə onların elə bilirsiniz xoşları gəlir, miqrantlar gəlirlər. Onlar məcburdurlar onları qəbul etməyə. Və biz də təbii ki bu demografiya krizisini elə bu ailə institutunun dağıdanlardan biri də bu toy stereotipləridir. Toy stereotipi var ki, toy belə olmalıdır və əgər cavan oğlandır, onun bugünkü gün altında artıq 100 mini yoxdursa, o artıq fikirləşir ki, mən bu problemin altına niyə girim? Və ikinci tərəfdən yenə də cavan oğlandır, altında 100 mini olsa, gedib ürəyin nə maşın istəyir? Ən xoşladığın maşın nədir? Bentley alaram. Gedib Bentley alar. Sonra da profilaktoriyadan çıxmaz. Çünki 100 minə aldığın Bentley ancaq profilaktoriyada olur da. Amma yenə də yəni hər hansı bir arzusunu həyata keçirər. Ona görə burada ailələrin də uyğun olmağı var. Məsələ, çox kasıb ailələr deyir, görməmişin görməyi çox pis olur. Görəndən sonra o meyarı hara qədər olar, onu bilmir. Burada da dissonans yaranır ki, çox varlı oğlan, çox kasıb ailədən bir qız alır. Görməmişin görməyi artıq o hara qədər olar hədəfini görmür deyə bu faciəyə gətirir. Və çox varlı ailələrin də öz aralarında bəzən ailə qurarkən, bir qohumluq əlaqəsinə girərkən müəyyən bir dəyərsizlik gəlir. Çünki pulum var, özüm bilərəm, mən belə istəyirəm. Yox, mən də belə istəyirəm. Onda sən kimsən belə istəyirsən, mən oğlan toyunu ayrı eləyəcəm, sən qız toyunu ayrı elə. Nə bilim, başlayır bu mübahisələr. Əslində insanlar bir-birlərinə uyğun olsalar, bir-birlərini ailələr uyğun olsa, dünya görüşləri bir olsa, maddi imkanları bir olsa, bir-birlərini daha rahat anlayarlar. Sadəcə hər kəs istəyir getsin, biraz yuxarı yerdən yapışsın, toy eləyərək biraz qabağa düşsün, qız biraz pullu yerdən yapışsın, oğlan biraz pullu yerdən yapışsın, güya ərə gedir və nəticədə də göz qabağındadır.